Salam, necəsiniz? Sağ olun, çok sağ olun. Hoş gəlmişsiniz. Valla söz maçını gözləmirdim heç. Qəfil oldu. Sağ olun, başqa necəsiniz? Əla. Çok şuradan. Evet. Əla. Sağ olun. Eşq olsun. Sağ olun. Sağ ol hocam. Sağ ol. Bunlar həmişə bizi başa Ya Rauf da başa düşürdü. Rauf hə, konuşur, Rauf da. Rauf yox. Rauf. Başa düşmək üçün gəlib türməyə çıxır. Başqa türlü yolu yox. Çok hoş qəfil gün. Məndən xahiş eləmişdilər ki, saat dedilər 8-də rəsmi elan olunacaq. Səndən xahiş edirik ki, ona kimi bu mətbuata getməsin. Mən də dedim, yaxşı. Amma dedim, evə zəng vurum da. Evə də zəng vuranda demişəm ki, mən gedirəm evə. Amma deməyin. Rauf'a deyirəm, Rauf, Arif çıxdı. Rauf tullandı üstümə, qucaqlaşdıq. Tez yeni texnologiyalar adamı məşğul edir də. Facebook'a yazdım ki, Arif Bacılı azaldıqda. Gedib bəy onu göndərmə, bəy onu göndərmə. Da olmağın gözəl cəhət, bir dənə gözəl, əsas gözəl cəhətlərindən biri odur ki, həbsxanadan çıxmaq çox böyük xoşbəxtlikdir. Kömək getir, kömək çağır. Həbs olunduğumuz müddətdən bugünə daim hesab eləmişik ki, tezliklə azadlığa çıxacaq. Mən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəriyəm və bu hesab edirəm ki, bir siyasətçi üçün kifayət qədər yüksək bir görevdir. Bu istiqamətdə öz fəaliyyətimi bundan sonra da davam edəcəm və Müsavatla bağlı olan başqa qərarları da yəqin ki, Müsavat Partiyasının qurultayı qəbul edəcək. Hansı qərarlar qəbul olunacaqsa, biz də o qərarlara uyğun fəaliyyətimiz davam edəcək. Təbii ki, Azərbaycanda siyasi münasibətlər başqa müstəviyə keçməlidir, sivil müstəviyə keçməlidir və ölkədə siyasi məhbus probleminin həll olunmaması hesab edirəm ki, Azərbaycan üçün çox ciddi qüsurlardan biridir və 9 vicdan məhbusunun bugün azadlığa buraxılmasını bu istiqamətdə atılmış ciddi bir addım hesab edirəm və ümid edirəm ki, bu addımlar bundan sonra da davam edəcək. Mən Orxan Kərimovun azadlığa buraxılmasını alqışlayıram və ümid edirəm, inanıram ki, yaxın zamanlarda digər vicdan məhbusları, o cümlədən hicab aksiyasına görə həbs olunmuş məhbuslar, Şahin bəy, Vidadi bəy, eyni zamanda jurnalistlər, Əvəz Zeynallı və başqaları da tezliklə azadlığa buraxılacaqlar. Yəni, yalnız bu yolla Azərbaycanda normal vətəndaş sülhünə və ölkədə demokratik islahatların aparılmasına nail olmaq mümkündür və hesab edirəm ki, bu addımlar yarımçıq yox, davamlı olmalıdır və bütövlükdə bir dəfəlik siyasi məhbus problemi Azərbaycanda həll olunmalıdır. Arif bəyin azadlığa çıxması superdir, əladır, çox gözəldir. Və dostlarımızdan 8 digər nəfərin də azadlıqda olması əladır. Və əgər hakimiyyət bugünkü düzgün addımı davam etdirəcəksə və digər siyasi məhbusları da azad edəcəksə və sonra da azadlıqların genişləndirilməsi istiqamətində addımlar atacaqsa, bu təbii ki, cəmiyyətdə yeni bir ovqat yaradacaq, yeni imkanlar yaranacaq cəmiyyətdə. Əgər bunlar olmayacaqsa, ancaq bu dostlarımız azadlığı ilə məsələ məhdudlaşacaqsa, bu hakimiyyətin bir addımı kimi adekvat qiymətləndiriləcək.